çok önemli 3 cümle var. Bu 3 cümleni danışığımızdan, davranışımızdan, düşüncələrimizdən, ümumiyyətlə həyatımızdan çıxardığımız anda çox möhtəşəm motive edici hadisələrlə və düşüncələrlə rastlaşmış olacaq və bunları qəbul etmiş olacaq. Bunlardan birincisi, həyatımda heç vaxt maşınım olmadı. Həyatımda heç vaxt yaxşı işim olmadı. Həyatımda heç vaxt cümləsini istifadə etməyin. Bu cümləni istifadə edərək biz ömrümüzü çərçivəyə salmış oluruq və sanki ömrümüz bitmiş kimi davranırıq və keçmişə ilişib qalaraq özümüzü demotive etmiş oluruq. Həyatımda heç vaxt cümləsi əvəzinə bu günə qədər cümləsini istifadə etməyimiz daha möhtəşəmdir. Bu günə qədər maşınım olmadı. Demək ki bundan sonra olacaq. Və əziz dostum, bu günə qədər pis hadisələr yaşamısansa, bu o demək deyil ki bundan sonra da yaşayacaqsan. Bu günə qədər yaxşı hadisələr yaşamamısansa, bu o demək deyil ki bundan sonra da yaşamayacaqsan. Ona görə də heç vaxt sözünün əvəzinə bu günə qədər kəlməsindən istifadə edirik. İkinci ən önəmlisi, əvvəlki mən olmaq istəyirəm. Əvvəlki kim olmaq istəyirəm. Bunu heç vaxt istifadə etməyəcəyik. Çünki bu cümləni istifadə etdiyimizdə edə bilmədiklərimizə üzülmüş oluruq, edə biləcəklərimizi düşünməmiş oluruq. Əvvəlki kimi düşünmək əvəzinə bunun yerinə nə deyirik? Planımda bu cür olmaq var. Əvvəlki məni istəyirəm, əvəzinə mən bu cür olmaq istəyirəm. Planımda bu cür olmaq var. Özümü bu cür inkişaf etdirim. Beləliklə biz edə bilmədiklərimizə ilişərək, edə bilmədiklərimizi düşünüb, üzülmək əvəzinə edə biləcəklərimizi düşünüb motive olmuş oluruq. Üçüncü isə ən önəmli cümlə və yaxud da kəlmə kaş kidir. Kaş ki bunu eləməzdim. Kaş ki bura getməzdim. Kaş ki bu sözü deməzdim. Kaş ki əvəzinə də gələn dəfə istifadə edirik. Gələn dəfə bunu edəcəm. Gələn dəfə bunu etməyəcəm. Gələn dəfə ora getməyəcəm. Gələn dəfə bunları edəcəm. Əziz dostum, bu cümlələri düşünərək biz keçmişdəki negativlərimizə fokuslanırıq və daha çox şikayət etmiş oluruq. Həyat şikayəti sevmir, xoşbəxtlik şikayəti sevmir, xoş anlar, motive edici sözlər şikayəti sevmir. Şikayət əvəzinə biz özümüzü daha yaxşı gələcəyə hazırlayıb daha da möhtəşəm olmağa baxmış oluruq və keçmişə getməyimiz real deyil, mümkün deyil. Amma gələcək bizim öz əllərimizdədir. Daha motive edici, daha həyat eşqi ilə, həyat dolu, xoşbəxtlik dolu gələcəyə addımlayıb, möhtəşəm planlarınızın olması diləyilə xoş qalın, xoşluqla qalın.